İntihar yalnız insana məxsusdur, yoxsa heyvanlarda intihar eləyir? Kim deyir ki, heyvana da məxsusdur, əllərini qaldırsın? Bir klassik psixoloji yanaşma var. Dale Carnegie deyir ki, New Jersey inəkləri depressiyaya düşmür. Bu inək sevgilisinin bunu tərk edib başqasının yanına getməyindən də narahat olmur. İntihar fikrinə də düşmür. Bunun heç belə dünya vecinə deyil. Otunu otlayır, özü üçün gəzir, yeri istidir, normaldır, bitdi. Stresə düşmür. Hətta otunu əlindən alsan belə bu narahat olmur. Ancaq sonradan baxıb gördülər ki, heyvanlarda da bir narahatçılıq var. Məsələn, bəzi delfinlər nəfəslərini tutub saxlayırlar və bu cürdə ölürlər. Bəzi itlər sahibi dünyasını dəyişəndən sonra yemək yemir. Ölənə qədər yemək yemir. Bəzi göyərçinlər sahibi bunu tərk etdiyinə görə özlərini binalara vurub boyunlarını sındırıb öldürürlər. Bəzi heyvanlar özlərini dağdan aşağı atırlar. Bəzi heyvanlar var. Bu heyvanlar, yəni siçanın bir növüdür, hamster deyirlər. Bunun balalarına insan əlini vuranda öz balalarını yeyirlər. Çünki insanın qoxusu gəlir onun balasından. Artıq bir qəzəb, içində bir narahatçılıq yaranır. Bunun tayfasını, sürüsünü sanki bu tərk eləyib belə bir hala düşürlər və o balalarını yeyir. Bu hallar onu göstərir ki, heyvanlarda da intihar var, onların da özünə görə bir dərki var, onların da ətrafı anlamaq forması var. Bizi kimi deyil, ancaq özlərinə məxsus bir həyatı anlamaq, narahat olmaq və bəzən də onlarda da intihar halları olur. Bizlər göyləri fəth eləmək istəyirik, ancaq sadə şeylər əldən çıxır.